Hello! Necəsiniz qızlar? Mən yaxşıyam, çox şükür. Bugün dedim ki, vlog çəkim və hardan? Əlbəttə ki, qaynanamgildən. İndi deyəsiniz ki, öz evini yığışdırdı, bayələdi, qaldı qaynanasının evi. Dinləyərək əlimizdən gələn budur. Otağın vəziyyətindən də hiss elədiyiniz kimi o dağınıq otaq bizim otağımız idi. Bəli, gərək girən kimi hiss olunsun da ora Lalənin otağı olduğun. İlk olaraq başlayıram balkonun yuxarı otaqdakı, yuxarı ikinci mərtəbədəki balkonun qapısından. Burada biraz siment izləri falan qalmışdı. Qızlar onu baldızımla qaynanamın bacısı sağ olsun. Onlar təmizləmişdilər. Çünki plastik qapı olanda qızlar o qapının kənarlarındakı kağız izləridir, siment izləri dəhşət çox yorucu olur. Sağ olsunlar ki, həqiqətən onu təmizləyə bildilər. Düzdür, biraz arada sırada yenə də çıqqılı-çıqqılı ləkələr qalıb, o simentin izləridir. O da zamanla təmizlədikcə gedəcək. Dedim, hamı təmizləyib, məndən başqa gəlim təmizləyim, ayıbdır da. Böyle desinlər ki, gəlin də gəldi, təmizlədi. Və ilk dəfədir ki, buranı təmizləyirəm. Sağ olsun, qaynanam heç vaxt demir ki, dur get evi təmizlə, haranı təmizlə və s. Sadəcə özüm dedim ki, elə buradan da bir vlog çəkim, paylaşım, həm də maraqlı olsun. Nə qədər mənim evimi görəsiniz, biraz da fərqli gözünüz, fərqli gözəlliklər görsün. Keçdik qızlar baldızımın otağına. Baldızımın otağı deyəndə də, yəni baldızım uşaqları ilə gələndə burada qalır, bu otaqda qalır. Dedim, hamının otağını təmizləyib baldızın otağını təmizləməsəm söz söhbət olar. Ona görə keçdim, baldızın otağını təmizlədim. Və burada da yenə əl gəzdirirəm. Əslində qızlar, deyəcəksiniz ki, niyə təmizlik şirkəti çağırmamısınız? Evə təzə köçəndə təmizlik şirkəti çağırılmışdı, amma onda hələ evin ikinci mərtəbəsi hazır deyil idi, remont gedirdi. Evin birinci mərtəbəsini təmizlədilər və qaynanamgil bizdə və baldızımgildə yaşayırdı da, əvvəlki vloglarımda görmüşdünüz. Yaşayırdı deyəndə 1-2 həftəlik qonaq gəlmişdilər. Bizdə bir 3 gün qaldı qaynanam, sonra getdik baldızımgildə qaldı. Nəysə, nə başınızı ağrıdı və artıq dözə bilmədi. Qaynanam dedi ki, evin heç olmasa birinci mərtəbəsi hazır olsun. Mən ora köçmək istəyirəm və ona görə tez bazar təmizlik şirkəti gəldi. Evin birinci mərtəbəsini təmizlədi. Sonra evə köçəndə ikinci mərtəbəsini biz dedik əslində təmizləməsini. Dedik ki, gəlib təmizləyərik biz. Burada da baldızın otağının setkasını çıxartdım ki, güya Allah qoysa təmizləyəm. O da ki, heç çıxartmaz olardım. Nə qədər elədim, setkanı taxa bilmədim. Buradan da görürsünüz. Axırda setkanı qoyub kənara, otağın da qapısını bağlayıb çıxdım ki, mən eləməmişəm. Qızlar, nəysə, ikinci mərtəbəni buradan da keçdik bizim otağımıza. Buranı pərdə mənim köhnə pərdələrim idi. Qonaq otağındakı pərdələrim idi. Dedim ki, otağın yaraşığı ilə pərdədir. Və sağ olsun qaynana. Mən əslində təkcə pərdənin kənarlarını gətirmişdim. Hələ ki almamışdıq tül. Sağ olsun qaynanam getdi. Bütün otaqlara tülü özü aldı, taxdı. Həqiqətən də baxırıq ki, otaq necə də gözəl görsənir də şeylə, pərdə ilə. Və ona görə də mənim otağım mənə elə gəlir ki, daha qəşəng görsənir. Evet, o benim otağım. O seçilməlidir. Və pəncərələrin tozunu alıram. Evlər elə çox çirklənməyib qızlar. Çünki baldızım sağ olsun, burada qalan vaxtlar deyəndə, yəni o da bizim kimi qonaq gəlir gedir, təmizləyib eləyirdi. Amma yenə də həyət evidir. Nə qədər olmasa da pəncərələr açıq olur ki, havalansın və toz olur. Burada yuxarıda 3-cü otaq, yataq otağıdır. Yuxarıda 3 dənə yataq otağı var. Burada isə bəzən qaynanam qalxır yatır, bəzən qonaq gələndə qalxır yatır, bəzən baldızımın oğlu yatır. Yəni kim istəyir gəlib yata bilər. Buranın da pəncərəsini silirəm. Qızlar, evdə çox mebel yoxdur. Yuxarı mərtəbədə demək olar ki, ancaq bir baldızımla qaynanamın otağında şkaf var. Bir də yataqdır. Başqa heç bir mebel yoxdur. Ona görə mən elə çox, bax bu baldızım yatan otaqdır. Bu mebel onların köhnə evində olan mebeldir. Gətirmişdilər ki, çünki hələ ki bütün hər şeyi təzələyə bilmədilər. Yavaş-yavaş təzələyirlər. Ona görə bir dənə aşağıda yataq otağını yeni düzəltdilər, daha doğrusu aldılar. Bura isə köhnəni gətirib qoydular ki, inşallah gələcəkdə buranı da dəyişərlər. Sözümün canı odur ki, yəni çox mebel olmadığı üçün mən ancaq görəcəksiniz ki, burada bir pəncərə silirəm, bir də yer silirəm. Amma inanın Allaha,
nəfəsim kəsildi də. Yəni mən evimizdə heç görürsüz ki, evi silmirəm. Çünki evi plisoslayıram, oranı buranı təmizləyirəm, eləyirəm. Düzdür, bizdə də əşya çoxdur bura baxanda. Ona görə dəhşət çox yorucu olur da. Mən nəfəsim kəsilir. Ona görə silə bilmirəm öz evimi. Təsəvvür eləyin, burada 2 mərtəbəni mən dayanmadan, dincəlmədən sildim. Tozsoran desəz, niyə eləmədim? Çünki heç kim gəlib qalxmır, əlindən bir qırıntı tökülmür. Ancaq tozdur da, yəni ona görə ancaq şvabra ilə sildim buranı. Sağ olsun izləyicilərim demişdilər ki, yazıblar ki, niyə vlog paylaşmırsan? Vallahi yay ayı olanda, bilmirəm sizdə də belədir yoxsa yox qızlar. Yay ayı olanda o qədər belə canıma ərincəklik gəlir ki, onsuz da Allahından ərincək insana. Ev təmizliyinlə heç aram yoxdur. Yayda da isti olanda heç bir qram olsun həvəs olmur da işləməyə. Və burada artıq gəlirəm, suya yumşaldıcı töymüşdüm qızlar. Həmin o suyla silirəm evləri ki, qəşəng qoxsun. Burada bizim otaqdır. Buranı silirəm. Elə adam var ki, qızlar, ev təmizliyindən, yemək bişirəndə ona ləzzət eləyir də, həzz alır. İnanın, mən o qədər belə maraqlı ki, necə o yorğunçuluqdan həzz ala bilərsən də. 1 qram olsun, heç vaxtı bu 32 yaşımda heç vaxt ağlıma gəlmir ki, ev təmizliyindən, yemək bişirməkdən həzz alam. Ömür boyu. Hətta ən sevdiyim yemək belə olsa bişirsəm, yəni həzz almıram da ondan. Heyf deyil, kimsə bişirsin, gedəm yeyəm. Sağ olsun, arada qaynanam gilə gedəndə, mama gilə gedəndə hazır yemək tapıb yeyəndə inanırsınız, yəni mənə o qədər dadlı gəlir ki, hazırdır da, əziyyətsiz falan gedirsən, oturursan, yeyib gəlirsən. Ona görə mən yemək bişirməkdir, ev yığışdırmaqdır, bu işlər mənlik deyil də, bacı, mənlik deyil. Mənimki ancaq oturmaq, nə bilim, belə satış eləmək, nə bilim, belə dincəlmək, toxumaq, düzəltmək, belə şeylərdir. Qızlar, burada koridorumuzdur. Bu cür koridoru da silirəm. Koridorun yeri kafeldir deyə, ağ kafel. İnanın ki, da dəhşət yorucu olur da. O çıxılı-çıxılı qara tozlar olur. Ağ kafelə də yapışır. Nə qədər silirsən təmizlənmir. Bacı. Öldüm ay bacı. Kolumun ağrısından axşam da ağlayırdım da, yata bilmirdim. Axırda gətirdim bir dənə spazmagol içdim, ondan sonra yatdım. Evi təmizləyəndən sonra da qaynanam gil qərara gəldi ki, yoldaşımın əmisinin oğlunun ad günüdür. Dedilər ki, gəlin gedək ora. Görün mən nə gündəyəm. Yəni burada məndən su, tər, belə fışqırır da əməlli başda. İndi burada görəcəksiniz bacınız nağarır. Nəysə, mən buraları təmizləyəndən sonra düşdüm aşağıya. Dedilər ki, hazırlaşın, gedəyin əmigilə. Mən də it günündəyəm axı. Və mən heç kimin evində çimə bilmirəm qızlar. Bilmirəm sizdə də belədir ya yox. Nəysə məcbur qaldım. Çünki bu videoda heç cürə gedə bilməzdim. Məcbur qaldım, girdim hamama, çimdim, elədim, başımız adımı fenlədim. Hazırlaşdım, getdik əmigilə. Yəni sözümün canı odur ki, bilsəydim heç evi təmizləməzdim də, yazıq mən. Qəşəng işləyib yorulandan sonra da axşam gəl qonaq get və çim elə. Burada tərimi tökməyimə gördüm ki, şvabran dəsmalındakı su bitibdi, su quruyubdu daha doğrusu. Ərindim təzədən onu vannaya salıb yumağa. Dedim elə tərim də təmiz sudur, duzlu sudur. Ondan töküm biraz da yeri tərimin suyu ilə silə. Yaxşı, zarafat bir yana zarafat elədim orasını əlbəttə ki, amma həqiqətən yəni tərim axırdı ha yerə. Yəni sildikcə yəqin ki, başına gələn xanımlar var. Sonra koridoru da silirəm, yekunlaşdırıram. Hamam otağı biraz səliqəlidir, təmizdir. Yenə də biraz güzgüsünə və s. orasına burasına əl gəzdirirəm. Deməsinlər ki, elə yalandan sildi çıxdı. Desinlər ki, bir girdi, bütün otaqlara əl gəzdirdi, təmizlədi. Və düşürəm aşağıya ki, qaynanam qəşəng yemək bişirir. Qızlar, öz aramızdır. Qaynanam o qədər dadlı yeməklər bişirir ki. Yəni, adama xoş gəlir də. Çox sevirəm. Özdə Bərdəli olsalar da, biz bilirsiniz də Ağdamlıyıq. Qarabağ zonasında bişirilən yeməklər yəqin ki, tanınır da.
Qaynanamgil də, qaynanamda daha doğrusu o Qarabağlılar kimi yemək bişirir deyə çox dadlı olur yeməkləri. Məsələn, bizdə mama həmişə işləyibdi. Yazıq gəlib həmişə işdən yorğunluğunu tez bazar ya bozbaş, ya nəsə də belə rahat olsun deyə yeməklər bişirirdi. Dolma və s. bişirirdi, düzdür hamısını. Amma yəni çox belə xəmir bişirim, onu eləyim, bunu eləyim. Çox vaxtı olmurdu yazığın. Burada artıq çox pis gündə olduğumu gördüm. Biraz üzümə su vurdum ki, sərinliyim. Və yuxarı mərtəbədən çıxdım, gəldim aşağı mərtəbəyə. Bura aşağı mərtəbənin ayaq yolsuydu. Və pilləkəni təmizləyərkən pilləkəndən tökülən qırıntılar və s. yenə də burada şivabra ilə təmizləyirəm. Deməli, arada fikir verirəm ki, ay qız, mən nə qədər danışırmışam. Boy, bacı, mənim dilim dayanmırmış. Videolara baxandan sonra hiss edirəm, inarsınız. Əvvəllər mənim qaynanam mənə deyirdi ki, bu qız gələndə heç danışmır. Yəni, həqiqətən elə çox danışan biri deyil idim. Yenə də necə deyim, tam belə padruqam olsa, belə çox yaxın biri olsa, hə, dayanmadan ondan danışıram. Amma belə çox danışan birisi deyildim əslində. Videolara baxıram, ay qız, nə qədər danışar bu insan. Ona görə qızlar, mən artıq burada danışmayacağam. Təxminən bir 6-7 dəqiqamı da danışmadan siz baxın. Hələ ki məndən bu qədər idi. İnşallah gələn vloqlarımda yenə söhbətləşərik. Öpüyorum sizləri. Kanalımı bəyəndinizsə, videolarımı bəyənirsinizsə, zəhmət olmasa kanalıma abunə olaraq mənə dəstək olun və videolarımı bəyənin. Çünki sizin videolara elədiyiniz bəyənmə, yorum mənim kanalım üçün çox mühümdür. Kanalın böyüməsini istəyirəm əlbəttə. Çünki neçə illərdir ki, əziyyət çəkirəm. Yenə çox danışdım. Nəysə qızlar, sağ olun. Hələlik burada bunu da qeyd edim. Qaynanam girdə yuxarıdan susuz nəm gəlirdi. Ona görə aboylar orada sökülübdür. Onu da tezliklə düzəldəcəyik. Hələ ki bağlayıram söhbətimi. Siz videoları izləməyə davam edin. Bye bye.
Tamam,